Biz də kimisə övladıyıq, bizim də atamız, anamız var. Mən də anam ziyalıdır, atam ziyalıdır. Şübhəsiz, mən mühiti demək istəyirəm. Yəni, mən çox danışıqlar gedir, bəzən itirirəm ki, balans haradaydı, nəyə cavab verəcəkdim. Siz məhz mühitdən söhbət gedəndə söz istədiniz. Mühit. Hə, mühitdən. Bilirsiniz, məsələ necədir? Mən meyxananı tənqid eləmək istəsəm əgər, buradakı insanlar məndən daha yaşda böyüdülər, daha ziyalıdırlar və sizi əmin edirəm ki, bunu egoistliyi kimi qəbul eləməyin, təkəbbürlüyü kimi qəbul eləməyin, sizdən 10 dəfə daha yaxşı tənqid eləyərəm meyxananı. Elə tənqid eləyərəm. Şübhəsiz, axı siz onun minuslarını daha yaxşı bilirsiniz. Yox, siz onları məndən daha yaxşı bilirsiniz. Mən bunu əhliyəm, mən bunu bilirəm. Bu mənim sizdən savadlı, bilikli olmağım anlamına gəlmir. Sadəcə mən işin, hadisənin içindəyəm deyə, mən özüm... Siz mühitin adamısınız deyə. Nə var, hə? İndi məsələ nədir? Biz o mühiti yaratmamışıq əslində. Kim yaradı bu mühiti? Onlar bizi yaradı. O məni yaratdı. Bu günləri Azərbaycana VAZ 2107-ni biz gətirməmişik. VAZ 2107-nin altını kəsib qabağını qaldırmağı da meyxana deyənlər öyrətməyib. Azərbaycanda bundan zövq alan və günü bu gündə, mən Əzəmidə yaşayıram, günü bu gündə məni tanımır, yəni meyxanaya qulaqsa adam məni tanıyır. İlla ki, məni tanıyan adam maşınla, məsələn, məhəlləmdə görəndə saxlayır ki, o şair, necəsən, o düşəcək orada, məni tanıyırsa. O məni tanımır, deməli, meyxana əhli deyil. Mən məhəlləmdən keçir, bir dənə də orada Palajeniya mahnısı var ki, Rus filmindən bir dənə mahnıdır. Basaviklərlə. Bu vəziyyətdədir maşın, bu vəziyyətdə. Axşamlar keçir ki, heç kim görməsin də, belə bu vəziyyətdə. Bu adamı biz yaratmamışıq. Onlar məni yaradır. Mən toyda... Yəni, meyxanaçılar mühitin əsəridir deyirsiniz. Mən bir neçə ildir başlamışam, 6 ildir, 7 ildir. Ona görə mən gəlirəm sizlə danışmağa. Məsələn, mən elə də eləyə bilərəm ki, mənim nəyimə lazımdır, gedim Akşin Yenisi ilə, Qanturalı ilə danışım. Onsuz onlara heç kim inanmayacaq, mənə inanacaq. Qoy onlara 100 nəfər inansın, mənə 100 min adam inansın. Amma mən bilirəm ki, ortada bir müzakirə var və mənə bizim haqqımızda danışan adamlar elə belə sıradan adamlar deyil. Onlar da nəsə bilirlər.